Bağırov. Yenə Zaur Nuruzadə. Önündə Pərviz Bayramov. Nuruzadə ötürmə qapı qarşısına. Pərviz ötürmədən sonra əla zərbə idi amma bloklanır. Zaurun bu zərbəsi. Elcan Rəsulov. Ondan irəliyə ötürmə. Aşırma zərbə və gol! Qola baxın qola! Mükəmməl qərar! Möhtəşəm gol! Playoff maçında Nurlar İsayev çox baxımlı gol vurur Şirvan komandası. Aşırma zərbə, o qərar. Çox gözəl gol Zilyasko arenada. İzini təkrarı. Nurlan İsayev'dən aşırma zərbə və gol. Ötürmə İlcan Rəsulov'dan çox gözəl alındı. Nurlan İsayev'dən aşırma zərbə də öz yerində və çox baxımlı gol izləyirik. Asko arenada. Hesab 2-1 olur və tərəflər fasiləyə bu hesabla yollanırlar. Əziz tamaşaçılar, bizi ikinci hissədə çox maraqlı görüş gözləyir.